Dim toplu kitabından nəticəyə görə ilkin qiymətlərin tapılması tapşırıqlarından 47-ci sualın işləməsi. Qırx yeddinci sualda bizə nə istəyir? Python dilində yazılmış proqramın icrası zamanı klaviaturadan hansı ən böyük 5 rəqəmli, burada verilənləri həmişə qeyd edin. Ən böyük 5 rəqəmli natural ədəd daxil edilməlidir ki, nəticədə A dəyişəninin qiyməti 2, B dəyişəninin qiyməti 4 olsun. Demək, çapda A-nın qiyməti 2, B-nin qiyməti isə 4 olsun. Ən böyük 5 rəqəmli natural ədəd istəyirsə, demək, mənim aldığım ədəd 5 rəqəmli olmalıdır və ala biləcəyim də ən böyük ədəd olmalıdır. Bu zaman A-nın başlanğıc qiyməti 0-dır, B-nin başlanğıc qiyməti də 0-dır. A işləyir birinci ifin içərisində. Hər dəfə A-nı işlədəndə A-nın üzərinə 1 gəlir. Və B-ni də işlədəndə hər zaman B-nin üzərinə 1 gələcək. A-nın başlanğıc qiyməti 0-dırsa, demək bu 0-ın üzərinə 2 dəfə 1 gəlib ki, alıb cavabda 2-ni. Demək, A olan hissə, bu hissə 2 dəfə dövr edib. B-də də B-nin başlanğıc qiyməti 0-dır. Hər dəfə 0-ın üzərinə 1 gəlib, alıb 4-ü. Bu zaman mən 0-ın üzərinə 4 dəfə 1 gəlməliyəm ki, cavabda alım 4. Demək, B hissəsi də burada 4 dəfə təkrar işləyib. Bunları qeyd elədik. Demək, A 2 dəfə dövr eləyib, B isə 4 dəfə dövr eləyib. İndi isə gəldik əsas iş, iflər nə vaxt işləyəcək. Demək, birinci ifin şərtində deyir ki, Y 4-dən böyükdür. Natural ədədlər dediyi üçün bu zaman nə olacaq? 4-dən böyük, yəni Y-in yerinə biz hansı rəqəmlər qoymalıyıq ki, həmin rəqəmlər 4-dən böyük olsun. Bu şərti ödəmək üçün burada Y alacaq 4-dən böyük ədədləri, yəni 5-i, 6-nı, 7-ni, 8-i, 9-u və bu müsbət sonsuzluğa qədər bu gedəcək. Y-da, ikinci ifdə isə Y 7-dən kiçik olmalıdır. Burada da Y-da hər cavabı alması üçün mənim Y-in yerinə qoya biləcəyim natural ədədlər 1-dən 7-yə qədər olan ədədlərdir. Yəni 1, 2, 3, 4, 5, bir də 6. Əgər mən ikinci ifdə 1, 2, 3, 4, 5, 6 qiymətlərini qoysam, bu zaman şərt ödənəcək və B-nin üzərinə həmişə 1 gələcək. Bizdə rəqəm 5 rəqəmlidir. A 2 dəfə işlədi, B də 4 dəfə işlədi. Ən böyük ədəd deyəndə həmişə çalışdığınız qədər qabağa böyük ədəd atın. Məsələn, böyük ədəd ki, məsələn, nəyə götürə bilərəm? 9-u götürə bilərəm. Məsələn, birinci halda ən böyük birinci 9 qoysam, 9 hansı şərt ödəyir? 9 birinci şərti ödəyəcək. İfdə deyəcəm ki, 9 4-dən böyükdür, deyirəm bəli. Bəli olduğu üçün A-nın üzərinə 1 gələcəm. Demək, 9 qiymətinə görə A işləyəcək. İkinci məsəl üçün nə qoya bilərəm? Məsələn, tutaq ki, bura qoymuşuq 9. Təkrar 9 qoysam, yenə deyəcəm ki, 9 4-dən böyükdürmü? Deyirəm bəli, A işlədi. Amma ikinci ifdə desəm ki, 9 7-dən kiçikdirmi? Deyəcəm xeyr. O zaman B işləmədi. Demək, A üçün 2 dənə artıq qiymət almışam. Çünki A 2 dəfə dövr eləyib axı. A 2 dəfə dövr eləyibsə, demək, burada da 2 dəfə A 2 dəfə dövr elədi. Qaldı 3 dənə növbəti qiymətlər də nəyin qiymətlərinə qalır? B-nin qiymətlərinə qalır. B üçün də qoya biləcəyim, yəni ən böyük qiymət dediyi üçün şərtdə, yenə qoya biləcəyiniz ən böyük qiymətlər qoyursunuz. B üçün ən böyük hansı qiyməti qoya bilərəm? B üçün məsəl üçün B şərtini ödəyən ən böyük qiymət 6-dır. 6-nı qoysam, deyəcəm ki, 6 4-dən böyükdür, deyirəm hə. Artıq bu zaman A işlədi. Amma 6 7-dən kiçikdir, deyirəm hə. Burada bir də bu hissəyə detalda fikir verin ki, hər iki ifin Y-larında 5 və 6 hər ikisində ortaq qiymətdir. Yəni, mən 5 və 6 qiymətlərini əlavə eləyəndə həm A-nın qiyməti artacaq, həm B-nin qiyməti artacaq. Ona görə də mən B-nin qiymətlərinin şərtini ödəyən qiymətlər üçün elə qiymət verməliyəm ki, həmin qiymətlər B şərtini ödəsin, yəni ikinci ifi ödəsin, birinci ifi ödəməsin. O zaman 5 və 6 qiymətlərini yox, yerdə qalan 1, 2, 3, 4 qiymətlərindən istifadə edəcəksiniz. Məsələn, mən burada 5 və 6-nı qoyanda həm A-nın qiyməti 1 vahid artır, həm də B-nin qiyməti 1 vahid artır. Mən istəyirəm ki, təkcə B-nin qiymətləri 1 vahid artsın. O zaman da qoya biləcəyim ən böyük ədəd 4-dür.
Gətirib bura 3-cü yerə 4 qoysam, o zaman deyəcəm ki, 4 4-dən böyükdür. Xeyr, A bir vahid artmadı. Amma ki 4 7-dən kiçikdir, deyirəm bəli, bu zaman B bir vahid artacaq. Demək 4 qiymətində 5 bir vahid artacaq. Növbəti yerə də hələ ən böyük deyirsə, hələ 4-ü təkrar. Çünki bizdə burada təkrarlanmamaq şərti yoxdur. Yəni rəqəmlər təkrarlana bilər. Burada da B artdı, burada da B artdı. Amma biz burada nə demişik? Biz burada demişik ki, A 2 dəfə işləsin. B-də 4 dəfə işləsin. Burada fikir verəni görürəm ki, A-nı 2 dəfə işlətdim, amma B-ni necə dəfə işlətdim? B-ni burada 3 dəfə işlətdim. Demək, B-ci bir dənə qiymət çatışmır da. Çünki burada B 3 qiymət alacaq, amma bizə almalıdır B 4 qiymətini. O zaman gəlirik A-da yazdığım ədədlərdən hansısa birinə elə bir rəqəm götürməliyəm ki, həmin rəqəmdə həm A işləsin, həm B işləsin. Bax, birinci rəqəm 9-dur, çalıb birinci rəqəmi yerindən tərpətməyək, çünki ən böyüyü tapaq. Amma ikinci rəqəm 9 var ha. İkinci 9-un yerinə həm A-nı, həm B şərtini ödəyən hər ikisinin ortaq ən böyük qiymətini götürərəm. Hər ikisinin ortaq ən böyük qiyməti nədir burada? Hər ikisinin ortaq ən böyük qiyməti 6-dır. Gətir bura 6 yazsam, bax, indi yoxlasaq, deyəcəm ki, bax, 9 versəm. 9 4-dən böyükdür, deyirəm, bəli, A bir vahid artdı, A işlədi. 6 versəm, 6 4-dən böyükdür, deyirəm, bəli, A bir vahid artdı. İkinci şərti yoxlayanda 6 7-dən kiçikdir, deyirəm, bəli, bu zaman B-də bir vahid artdı. Sonra 4 qiymətini verəndə 4 4-dən böyükdür, deyirəm, xeyr, A bir vahid artmadı. Bəs 4 7-dən kiçikdir, deyirəm, bəli, o zaman B bir vahid artdı. Növbəti qiymətlərdə də eyni halda. İndi fikir verin, 2 dəfə A-nı işlətdik, 4 dəfə də B-ni işlətdik. Bu zaman bura verə biləcəyim ən böyük ədəd neçə oldu? Ən böyük ədəd 96444. Yəni Y variantı. Yox, əgər bizdən istəsək ki, ən kiçik ədəd tapın. Yəni buna görə məsəlcə ən kiçik ədədi necə tapardınız? Yəni 5 rəqəmli ən kiçik ədəd istəyirsə, təbii ki, qabağa ata biləcəm, ən kiçik ədəd ata bilərəm. Qabağa ata biləcəm birinci ədəd, ən kiçik ədəd kimi nəyə qoya bilərəm? Məsələn, 1 qoysam. 1 qoysam nə olacaq? 1 qoysam, deyəcəm 1 4-dən böyükdür, xeyr, 1 7-dən kiçikdir, bəli. Bu zaman 1 qiymətini qoysam, ancaq B bir vahid artacaq. Çünki B şərtini ödəyir. Sonra ikinci yerə nə qoyaram? İkinci yerə yenə ən kiçik dediyi üçün yenə 1 qoyaram. Yenə 1 qoysam, B artacaq. Bir dənə 1 qoysam, yenə B artacaq. B artıq 3 dəfə özünü 1 əlavə elədiyi üçün artıq B-nin qiyməti 3 oldu. Bir dənə qiyməti qaldı. Bir dənə qiyməti də gəlib burada verərəm. Amma qaldı 2 dənə A. A-lara da həmçində A-ları da bunların 2 verirəm. Demək, burada ikinci qiymətdə həm A işləsin, həm də B işləsin. İndi burada həm A-nın, həm B-nin hər ikisinin ortaq ən kiçik qiyməti neçədir? Hər ikisinin ən kiçik ortaq qiyməti 5-dir. Gətirib burada 5 qoyaram. A üçün də ki, bax 5-dən müsbət sonsuzluğa qədər deyəndə A üçün də burada ən kiçik üçün elə bir qiymət götürərəm ki, həmin qiymət təkcə A-da olsun, B-də olmasın və ən kiçik olsun. Bu zamanda götürə biləcəyim ədəd neçə olacaq? Götürə biləcəyim ədəd 7 olacaq. İndi isə bu şərti yoxlayaq. Deyəcəm 1 4-dən böyükdür, xeyr. 1 7-dən kiçikdir, bəli. B bir vahid artdı. Yenə təkrarən bir qiymətlərinin həmçində B bir vahid artacaq. 5-i qoyanda deyəcəm 5 4-dən böyükdür. Deyirəm, bəli. A bir vahid artdı. Bəs 5 7-dən kiçikdir, deyirəm, bəli. B də bir vahid artdı. Artıq B-lərin sayı oldu neçə dənə? B-lərin sayı oldu 4 dənə. Sonra növbəti qiymət 7-ni qoysam, deyəcəm 7 4-dən böyükdür, bəli, 7 7-dən kiçikdir, xeyr. Bu zaman A-ların da qiyməti 2 vahid artdı. Demək, daxil edə biləcəyim ən böyük ədəd olacaq 96444, bu ən böyük ədəddir. Ən kiçik ədədi də əgər istəsəydi olacaqdı 11157. Bu da ən kiçik ədəddir. Aydındır? Bəli. Növbəti sual, yəni bu təyinatdan 74-cü sualdır. 74-cü sualda deyir ki, Python dilində yazılmış proqram nəticəsində 40 qiyməti çapa verilmişdir. Demək, çapa verilən qiymətimiz bizim 40-dır. Yəni, sonda print 40 qiymətini alıb. Sual işarəsinin yerinə bir hansı ədəd olmalıdır? Sual işarəsini hansı dəyişənə verilib? H. Yəni, H-ın qiymətini biz bilmirik. T-nin qiymətini bilirəm ki, 1-dir. T də hər dəfə proqramda necə işlədir? T-nin üzərinə 1 gəlib. T, yəni hər dəfə 1 vahid artıb. Şərtdə də deyir ki, T kiçikdir 6-dan. Yaxşı, T-nin qiyməti 1-dir.
Mən bu T-nin üzərinə 1-dirsə, mən 1-in üzərinə neçə dəfə 1 gəlsəm, bu dövrün sayını da bilmirəm. Dövrün sayını götürüm məsəl üçün x. Bunun üzərinə tutaq ki, x dəfə 1 gəlsəm, nə olsun? 6-dan kiçik olsun. Hər dəfə 6-dan kiçik olanda dövr işləyəcək. Amma həmişə bu tip misallarda dövrdən çıxışı tapın. Dövrdən çıxış nə deməkdir? Yəni t-nin qiyməti 6-dan kiçik olmasın. T-nin qiyməti 6-dan kiçik deyilsə, ya 6-ya bərabərdir, ya da ki 6-dan böyükdür. Həmişə verilən şərtin əksini. Əgər mən t kiçikdir 6-dan hə cavabını alıramsa, o zaman t böyükdür və böyük bərabərdir 6-dan da mən alıram yox cavabını. Həmişə dövrün sayını tapanda yoxa görə tapırsınız ki, dövrdən artıq mən nə vaxt çıxacam. Burada da nə alıram? Alıram ki, 1 üstə gəl x böyük bərabərdir 6-dan, x də böyük bərabərdir nədən? 5-dən. Bu şərti ödəyən x-in qiyməti hansıdır? Ən kiçik qiyməti 5-dir. Demək, tapdım ki, dövrün sayı neçədir? 5-dir. Demək, dövr 5 dəfə təkrar olunur. Bax, əsas dövrün sayını düz tapmaq. Dövrün sayını düz tapanda hesablamanı demək olar ki, yarısını artıq siz getmişsiniz, qalan isə asan olacaq. Dövrün sayını 5 tapdım. Demək, hər dəfə dövrə düşəndə bu h-ın bilmədiyimiz bu qiymətindən 10 çıxır. Demək, bu h-ın girişə verilən qiymətindən hər dəfə deyəni, yəni 5 dəfə 10 çıxmaq nə deməkdir? 5 dəfə 10 çıxmaq, yəni 10 vur 5. Bu da nə olacaq? Bizə nə verəcək? Bu da bizə verəcək h və sonda da biz cavabda da almışıq. Nəticədə ən sonda da h-ı neçə almışıq? Almışıq 40. Demək, girişə verəcək bu h qiymətindən hər dəfə 5 dəfə, yəni 10 çıxanda cavabda 40 alınıb. Yəni h çıxılsın 50 bərabərdir 40-a. H da bərabərdir 40 üstə gəl 50. H da bərabərdir 90. Cavab olacaq 90. Demək, 90 verəndə həqiqətən də cavabda 40 olacaq. Bunu lap yoxlayaq. Bax, yoxlayanda necə yoxlayacaq? Demək, başlanğıcda h-ın qiyməti 90-dır, t-nin qiyməti də 1-dir. Gəlib yoxlayıram ki, 1 6-dan kiçikdir. Deyirik, hə. Hə olanda h bərabər olacaq nəyə? 90 çıxılsın 10 bərabərdir 80-ə. T də bərabərdir nəyə? T-nin qiyməti də 1-dir. 1 üstə gəlsin 1 bərabərdir 2-yə. Növbəti dövrdə h-ın qiyməti artıq oldu 80. T də artıq bərabər oldu 2-yə. Deyir ki, 2 6-dan kiçikdir. Hə. Hə olanda h da bərabərdir 80 çıxılsın 10 bərabərdir 70-ə. T də bərabərdir 2 üstə gəl 1 bərabərdir 3-ə. Sonra h bərabər oldu artıq 70-ə. T də bərabər oldu 3-ə. Deyirəm 3 6-dan kiçikdir. Deyirik, hə. Hə olanda h bərabər olacaq 70 çıxılsın 10 bərabərdir 60-a. T də bərabərdir 3 üstə gəlsin 1 bərabərdir 4-ə. Növbəti dövrdə h-ın qiyməti artıq oldu 60. T-nin qiyməti də artıq oldu 4. Yoxlayırıq ki, 4 6-dan kiçikdir. Hə. H da bərabərdir 60 çıxılsın 10 bərabərdir 50-yə. T də bərabərdir 4 üstə gəl 1 bərabərdir 5-ə. Növbəti dövrdə artıq h-ın qiyməti 60. T-nin qiyməti də 5-dir. Şərtdə yoxlayanda ki, 5 6-dan kiçikdir. Hə. O zaman h bərabər olacaq 60 çıxılsın 10 bərabərdir 40-a. T də bərabərdir 5 üstə gəl 1 bərabərdir 6-ya. Növbəti dövrə qaydanda artıq h-ın qiyməti oldu 40, t-nin qiyməti də oldu 6. Şərtdə yoxlayanda ki, 6 6-dan kiçikdir, deyirik nə? Yox. O zaman h-ın qiyməti oldu nə? 40. Aydındır? Bəli. 82-ci sualda bizdən nə istəyir? 82-ci sualda deyir ki, proqramın icrası nəticəsində P dəyişəninin 3, R dəyişəninin isə 120 qiyməti çap olunması üçün. Demək, P sonda 3 qiymətini çap edib, R-in də qiyməti sonda 120-dir. Demək, R-in qiyməti 3, P-nin də qiyməti 120-dir. Klaviaturadan K dəyişəni üçün daxil edilə biləcək cəmi neçə dənə natural ədəd var? Hansı natural ədədlərdir, yəni biz daxil etsək,
R sonda 3 qiymətini çap edər, P də 120 qiymətini çap edər. Birinci yenə təbii ki, dövrün sayını tapmalıyıq ki, bu dövrün gövdəsi neçə dəfə təkrar olunub. R-in son qiyməti 3-dür, amma başlanğıc qiyməti nədir? Başlanğıc qiyməti 1-dir. P-nin də başlanğıc qiyməti 0-dır. Hər dəfə P-nin üzərinə 1 gəlir. Başlanğıc qiyməti 0-dır. 0-ın üzərinə mən neçə dəfə 1 gəlsəm, cavabda neçə almalıyam? Mən burada aşağıda olan qiymətini tərsinə vermişəm. Burada. Bir dəqiqə, bunu düzəldək. Demək, bizdə P-nin qiyməti 3-dür, R-in qiyməti isə 120-dir. Mən belə orada aşağıda tərsinə vermişdim. Demək, P-nin üzərinə başlanğıc qiyməti 0-dır. 0-ın üzərinə mən 3 dəfə 1 gəlsəm, cavabda alaram 3. Demək, 0-ın üzərinə 3 dəfə 1 gələndə cavabda 3 alıbsa, demək, bu neçə dəfə dövr eləyib? Bu dövr eləyib, 3 dəfə dövr eləyib. 3 dəfə dövr eləyəndə, indi bu hissəyə fikir ver. Bax, bizdə R necə işləyib? R-in başlanğıc qiyməti 1-dir, düzdür? Bu 1-i vurub nəyə? K-nı 8-ə bölməsindən alınan qalığa. Və daha sonra K-nı da tapmaq üçün K-nı 8-ə bölüb. Bax, fikir ver, həmişə yadında saxla burada. K-nı 8-ə böləndə alınan qalıq və K-nı 8-ə bölünə alınan tab. Bu artıq, bax, bu hesablamaq 8-lik say sistemində işləyib. 8-lik say sistemində. Demək, bu misalın təyinatı nədir? Bizə K-da verilə biləcək burada cavab, bu cavab. Bu cavab onluq say sistemidir. Onluq say sistemidir. Amma bu isə 8-lik say sistemidir. Demək, 8-ə böləndə alınan qalıq istəyirsən nə deməkdir? 8-in qalıqları ya 0-dır, 1-dir, 2-dir, 3-dür, 4-dür, 5-dir, 6-dır, 7-dir. Düzdür? Hər hansı bir ədədi 8-ə böləndə mənim qalıqlarım ancaq 0-dan 8-ə qədər ədədlər ola bilər. Mənədir ki, bu R hər dəfə işləyəndə, demək, bu 1-i 3 dəfə hansısa bir ədədə vurub. Hansısa bir ədədə vurub, sonunda da alıb 120. 8-ə böləndə alınan qalıqları vurubsa, demək 0-dan 8-ə qədər mən hansı 3 dənə ədədi hasilini yazsam 120 alaram. Yazdığım qiymətlərdən hansı 3 dənəsini bir-birinə vursam 120 alaram. Hansılar olar? Bir-birinə vuranda 120 olsun. 3 dənə ədədi bir. Çünki əgər səndə P-nin başlanğıc qiyməti 0-dırsa, hər dəfə üstünə 1 gələndə cavabda əgər mən 3 almışamsa, demək bura nə etmişəm? Bura 3 dəfə 1 gəlmişəm. Düzdür? Demək mənim dövrüm 3 dəfə dövr eləyib. 3 dəfə dövr eləyibsə, demək mən bu hasili də 3 dəfə hesablamışam. Hansı 8-lik say sisteminin hansı rəqəmlərini bir-birinə vuranda 120 eləyər? 3-ü 4-ə. Bax, məsələn, birini 4 götürsəm, 4-ü 5-ə vursam, eləyər 20. 20-ni də gətirib 6-ya vursam, eləyər 120. Düzdürmü? Başqa 120 olacaq, burada ədəd yoxdur. Ancaq 4-ü 5-ə vursam, 5-i də 6-ya vursam, bunları bir-birinə vursam, hasilimiz 120 eləyəcək. Deyək, düzəldə biləcəyin ədəd nədir? Yəni, sən 4, 5 və 6 rəqəmlərindən neçə dənə natural ədəd düzəldə bilərsən? Bax, bundan düzəldə bilərəm. Birinci 400-dən başlayan 456-nı. Daha sonra 465-i. Sonra 500-dən başlayan 546, 564. 600-dən başlayan da 654, 645. Başqa yoxdur. Ümumilikdə elədi nə qədər? Ümumilikdə elədi 6 dənə. 6 dənə natural ədəd. Başa düşdünmü? Həmişə bax, proqramda bura fikir ver. Əgər qalıqla da 8-ə, tamla da 8-ə bölünürsə, demək bu misal 8-lik say sistemindedir. Əgər qalıqla 8-ə yoxdur, taxılab 5-ə bölsün, olacaq 5-lik say sistemi rəqəmlərdir. Ə, 83-cü sualda isə nə istəyir? 83-cü sualda isə deyir ki,
83-cü sualda proqramın icrası nəticəsində 27 ədədinin çapa verilməsi üçün A dəyişəninin daxil edilə biləcək ən kiçik natural qiymətini tapın. Ən kiçik istəyirsə, demək A-ya daxil edilə biləcək ən kiçik ədədi tapmalıyıq. Cavabda neçə almışıq? Nəticədə deyir ki, 27 çap olunub. Demək, printdə 27 cavab alınıb. Printdə hansı dəyişən gedir? S dəyişəni. S-in başlanğıc qiyməti 1-dir və hər dəfə dövrün gövdəsində S-i 3-ə vurub. Demək, mən 1-i neçə dəfə 3-ə vursam 27 alaram. 1 vurulsun 3, vurulsun 3. 3, 9, bir dənə də 3-ə vursam alacam 27. Demək, neçə dəfə vurub 3-ə? 3 dəfə vurub. Bu o deməkdir ki, demək mənim dövrüm 3 dəfə təkrar olunub. Təkrarın sayını tapdım. 3 dəfədir. İndi burada bir şey fikir. While-da nə deyir? While-da deyir ki, A-ya daxil edəcəyin ədədi 8-ə böləndə alınan qalıq 0-dan böyük olsun. Bu nə deməkdir? Bax, bayaq dediyim kimi. 8-ə böləndə alınan qalıq 0-dan böyükdürsə, demək bu 8-lik say sisteminin rəqəmləridir. 8-ə böləndə alınan qalıqların hansılardır? 0, 1, 2, 3, 4, 5, 6, 7. Sadəcə olaraq mən gətirib bura 0 yazsam, deyəcəm 0 0-dan böyükdür, deyəcək yox. O zaman dövrdən çıxacaq. Ona görə 0-ı götürmürsən. Səndə nə istəyir? Ala biləcək ən kiçik. Dövr 3 dəfə təkrar olunubsa, bu o demək ki, sənin ədədin 3 rəqəmlidir. 3 rəqəmli ən kiçik ədəd. 3 rəqəmli ən kiçik ədəd. Nə olar bizdə? Buradan düzəldə biləcək 3 rəqəmli ən kiçik ədəd hansılardır? 1-dən 8-ə qədər düzəldə biləcəyin 3 rəqəmli ən kiçik ədəd. Eyni ədədin təkrarı olur. Çünki səndə şərtdə təkrarlanmamaq şərti qoyulmayıb. Onda 111. Bəli. Bura yerləşdirərəm 111. İndi sən bunu almısansa cavab burada yekunlaşmır. Sadəcə 111 8-lik say sistemindədir. Çünki burada 8-ə bölüb. Sən həmişə yadına saxla, aldığın cavab 10-luq say sistemindədir. Demək biz bu 111 8-likdədir. Bunu da keçirtməliyik 10-luq say sisteminə. 8-lik say sistemindən 10-luq say sisteminə keçirdəndə qüvvət qaydasını keçirir. Sağdan sola birinci ədədin üzərində 1, sonra 1-i 8-ə vuranda 8, 8-i 8-ə vuranda 64. Sonra da yuxarıdakı ədədi aşağıdakı ədədi vuranda 64 vurulsun 1, üstə gəl 8 vurulsun 1, üstə gəlsin 1 vurulsun 1. Bu da bizə verəcək 64, üstə gəl 8, üstə gəl 1. Yəni 73. 73 10-luq say sistemində. Aydındır? Bəli. Həmişə say sistemində olan suallarda ən sonda aldığı cavabı 10-luq say sisteminə keçir. Çünki sizin variantlarınızda cavab kartında olan cavab 10-luq say sistemidir. Doxsan beşinci sualda isə nə istəyir? 95-də də bayaqki eyni qaydada gedəcək. Deyir, Python dilində yazılmış proqramın icrası zamanı klaviaturadan hansı ən böyük natural ədəd daxil olunmalıdır ki, bu proqramın icrası zamanı əvvəlcə 3 rəqəmi, daha sonra da 6 rəqəmi çap olunsun. Hansı ən böyük ədəddir? Demək, x-i ala biləcəyim ən böyük ədədi götürəcəm. Cavabda əvvəlcə 3, yəni A-nın qiyməti 3-dür, B-nin qiyməti isə 6-dır. Yenə baxıram, A 0-dan başlayıb və hər dəfə A-nın üzərinə 1 gəlib. Birinci dövrü sayı tapırıq. Demək, A-nın üzərinə niyə B-dən başlamırıq, A-dan başlayırıq? Çünki B-ni bilmirəm axı. B-nin üzərinə x-a bölmədən alınan, x-i 8-ə bölmədən alınan qalıqları gəlib. Amma A heç bir şeydən asılı deyil. A həmişə üzərinə 1 gəlir. O zaman 0-ın üzərinə mən 3 dəfə 1 gəlsəm, cavabda 3 ala bilərəm. Demək, mənim bu dövrüm 3 dəfə təkrar olunub. 3 dəfə təkrar olunubsa, B harada işləyir? B if-in daxilindədir. If-də də deyir ki, x-dakı ədədi 2-yə böləndə qalığım 0-dan fərqli eləsin. Qalığım 0-dan fərqlidirsə, demək mənim bu həmin ədədim tək ədəddir. Yəni x-in tək ədədlərini götürəcəksiniz. B bərabərdir, B üstə gəlsin x faiz 8. Bu demək ki, bu 8-lik say sistemin rəqəmləridir. Yəni, bayaqki kimi 0, 1, 2, 3, 4, 5, 6, 7. Tək ədədlər deyirsə, mən cütləri lazım deyil, ancaq mən götürəcəm burada B-ni işlətmək üçün tək ədədlər. Təkləri götürdüm. 3 dəfə dövr eləyibsə, demək mənim bu ədədim 3 rəqəmli
8-lik say sistemində 3 rəqəmli ən böyük ədədi götürəcəm. İndi yaxşı. Printdə nə çıxıb? B çıxıb. Yəni mən bu 8-lik say sisteminin ədədlərindən bax hansıları, bax bu sıfırın üzərinə, bunlardan hansıları gəlsəm, hansılar deyəni nəyə nəzər? Tək ədəd dediyi üçün burada götürə biləcəm ancaq 1-i, 3-ü, 5-i və 7-ni. Bu 4 dənə rəqəmdən hansılarını toplasam, mənə verə bilər neçə? 6. Amma bəs yaxşı, mənim neçə dəfə toplama şansım var? Mənim maksimum 3 dəfə toplaya bilərəm. Mən ya 3-ünü toplayıb 6 ala bilərəm, ya ikisini toplayıb 6 ala bilərəm. 3-ünü topladığımız zaman 6 cavabını almaq şansımız varmı? 1, 3, 7'ye ait sadəcə. Yəni dairəyə aldıqlarımıza. Bəli, bax. Çünki tək ədəd istədiyi üçün ancaq mən 8-ə bölmədən alınan tək ədədləri götürə bilərəm. Yəni 8-lik say sisteminin tək ədədlərini toplayacağam. Bunlar da hansı ədədlər olacaq? 1 ilə 5. Bax, mən alaram 1-in üzərinə 5 gəlsəm və yaxud da ki 3-ün üzərinə 3 gəlsəm. Düzdür? Məndən ən böyük istədiyi üçün ala biləcəyim hansını götürə biləcəm? İçində tərkibində böyük ədəd olanı götürəcəm. Yəni 1 ilə 5 üzərinə gəlsin 5-i götürəcəm. Demək, mən düzəldəcəyim ədəddə ancaq 2 dənə ədədim də olur. Bax, 3 rəqəmli ədəddə hər hansısa birinə 1 yaza bilərəm, bir də 5 yaza bilərəm. Amma 3 dənə olmalıdır axı. 3 dənə olanda çatmayanda və burada təkləri götürdüm də, yerdə qalan cütlərdən artıq işlədə bilərəm. Yerdə qalan cütləri işlədəndə ən böyük cüt ədədim burada neçədir? 6-dır. 6-nı ataram qabağa, sonra 6-dan sonra yazaram 5-i, sonra da yazaram 1-i. İndi deyəcəksən ki, biz tək ədədləri götürürdük axı. Olsa sən 6 rəqəmi götürəndə if işləməyəcək. Çünki if ancaq tək ədədləri götürür. Ona görə də 6 verəndə if işləməyəcək, birbaşa keçəcək x-a, yəni b-ni toplamayacaq. Amma 5 verəndə 5-də işləyəcək, 1-də işləyəcək. Ancaq sənin hesablaman bax bu hissədə gedəcək. 6-nı sən buradan alacaqsan. Aydındır? Demək, bunun da cavabı neçə verəcək bizə? 651 8-lik say sistemindədir. Bunu da təbii ki, yenə həmişəki kimi keçirdəcəksiniz 10-luq say sisteminə. Bu da olacaq 1, 8 və 64. 64-ü 8-ə vursam 4, 384, 384-ün üstünə 40, üstünə də 1 gəlsəm. Neçə eləyər? Bu da eləyəcək, bunu da 425. 1 gəlsəm, eləyəcək 400, neçə? 425. 25. Hansı say sistemində? 10-luq say sistemində. Başa düşdünüz sualı? Bilən, bax, burada deyirəm ki, sənin bu if şərtin tək ədəd olanda, mənim tək ədəd cəmi 2-dən 1 ilə 5-i toplayanda tək ədəd ala bilərəm də. Mən bundan 3 rəqəmlə də düzəldə bilmirəm, axı 2 rəqəmlə necə 3 rəqəmlə düzəldə bilim? Lap götürüb lap təkrar yazım. Yazım lap məsəl 5, 5, 1. Amma bunlar hamısı toplayanda 11 elədi axı. Mənə lazımdır 6 lazımdır. Ona görə belə bir hal doğru deyil. O zaman həmişə olsa tək istəyir də, bu şərti ödəməyən ən böyük ədədi götürəcəksən. 6-nı. Başqa sualımız qaldı mı bu tiplərdən? Başqa sual qalmadı. Demək, Dimin toplu kitabından nəticəyə görə ilkin qiymətin tapılmasına aid olan tapşırıqlar ancaq bunlarda. Bunların da hamısını bir-birini izahını verdim. Bunu tam yaxşı başa düşmək üçün bunları dəfələrlə işləyin. Məsələn, adicə videoda sualı açın, bircə özünüz yazmağı cəhd edin. Baxın, görək aldığınız cavablarla, aldığınız həll yolla buradakı birdirmi? Bu formada bu tapşırıqların hamısını başa düşə bilərsiniz.